şeir yazır, hikaye yazır, roman yazır. Buradan dilə nə söz gələcək? Dilə ən çox söz publisistik üslubdan gəlir. Publisistik üslub cəmiyyətin barometridir. Sözün yarısı İngilis dilində, yarısı Azərbaycan dilində. Va belə qoymayın, dil əldən getdi. İpəzor sözü Bəli, o bizə bizə düşdü bəli. və yaxud masagir sözü ofisial sözünün yerinə. Alınmadı ki. İnsanların səviyyəsi artanda, şuuru artanda özləri bunu istifadə etməyəcəklər. Məqsəd türk dilli ölkələri Türkiyədən ayırmaq. Həmin o qəhrəmanların aqibəti necə oldu? Bunların hamısı öldürülüb. Bir də bu adamları biz necə yığa bilərik? Nadir müəllim, xoş gördük. Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi keçirildi və bu yubileyi ilə əlaqədar dövlət başçımız İlham Əliyev də çıxış etdi, elm və dil mövzusuna toxundu. Bu çağırış dilçilik elmi və dilçilər qarşısında hansı vəzifələri qoyur? Əvvəla mən Dilçilik İnstitutu adından, şəxsən öz adımdan cənab prezidenti Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının 80 ilə bağlı yubiley tədbirində iştirak etmə təşəkkür edirəm. Elmlər Akademiyasının təşrif gətirdi. Əlbəttə bu bizi çox ruhlandırdı. Elmlər Akademiyasının 80 illik yubileyi, yəni prezident səviyyəsində, yüksək səviyyədə qeyd olundu. Prezident də bura gəldi, çox məsələləri əhatə elədi. Tipik dilçiliklə bağlı elə məsələlər qoyuldu ki, biz Dilçilik İnstitutu olaraq buna mütləq cavab verməliyik. Məsələn, hansı məsələ? İki məsələyə toxundu. Əvvəla toponimika məsələsinə toxundu ki, baxın, başqa, tutaq ki, Ermənistanda da, başqa ölkələrdə də Azərbaycanın xəritələri məlumdur. Və bildirdi ki, biz bu xəritələri, söhbət kartografiyadan gedir də, biz hazırlamamışıq ki. Çar Rusiyası dövründə hazırlanıb. Məsələn, mən birini xatırladım ki, 1886-cı ildə İrəvanın xəritəsi hazırlanıb, İrəvan ətrafında toponimlərin xəritəsi hazırlanıb. Bir dənə də olsun erməni sözü yoxdur. 1903-cü ildə belə bir xəritə hazırlanıb, o xəritə bizim Qərbi Azərbaycan cəmiyyətində də vurulub, divarında içəri girişində, eyni zamanda Dilçilik İnstitutu onu böyük formatda çap edib, divara vurmuşuq. 1903-cü ildə söhbət gedir. Yəni Çar Rusiyasının dövrüdür. Burada da biz o xəritəni hazırlamamışıq. Çar Rusiyası hazırlayıb burada. Burada da erməni adlarına rast gəlmək mümkün deyil. Cənab Prezident burada vurğuladı, toponimlərin bağlı, bizim xəritələrlə bağlı, yəni bilək ki, onlar bizim əzəli torpaqlarımızdır. Ancaq ikinci bir başqa məsələyə toxundu. Əlbəttə, bu böyük bir, qlobal bir məsələdir. Bu, bizim cəmiyyətimiz üçün bir mesaj edir. Nəyə görə? Cənab Prezident deyir ki, dünyada 50 milyon çox Azərbaycanlı yaşayır və onların 10 milyonu bizim respublikada, müstəqil Azərbaycanda yaşayır. Hamının gözü bizdədir. Heç olmasa biz öz dilimizin müstəqilliğini, saflığını qoruyaq. İndi başqa ölkələrdə Azərbaycanlılar yaşayır. Məlumdur ki, orada məktəblər yoxdur, ali məktəblər yoxdur. Burada yayıntılara yol verilir. Bu təbiidir. Yəni Azərbaycan da orada məişət səviyyəsində öyrənilir. Ancaq bizim respublikada bizdə məktəblər, ali məktəblər müstəqil bir respublikanın, bir dövlətin bir mənsubları, adamları, insanları dilimizə hörmətlə yanaşılmalıdır. Və burada da başqa bir məsələ qoydu ki, dilə hər nə gəldi, kənardan söz götürmək olmaz. Bu çox bir ciddi məsələdir. Dünyada bir qəbul olmuş beynəlxalq leksikon da var. Yəni o demək deyil ki, özümüzə qaplaq. Elm, texnika inkişaf edir. Yəni istənilən bir nomenklatur, bir ifadə, söz sərhədləri aşıb dilimizə gəlir. Dilə söz necə gəlir? Müxtəlif yollarla. Birinci yol bilingvizm şəraitidir. Bu iki dillilik deməkdir. Biz uzun müddət bilirsiniz ki, bizim respublikamızda başqa millətlərin nümayəndələri də yaşayıb, ruslarla daim kontaktda olmuşuq, rus məktəblərimiz olub, bugün bizdə Slavyan Universiteti də var. Bu təbii bir prosesdir gedir. Bu bilingvizm şəraitində demək, dilə söz iki yolla gəlir. Şifahi yolla, yazılı yolla. Şifahi yolla bayaq dediyim kimi iki dillilik şəraitində yaşam. İndinin özündə də baxın, baxmayaraq ki, burada ingilislər yaşamır. Üç dillilik hətta. Hətta baxmayaraq ki, ingilislər burada Bakıda yaşamır. Ancaq baxın, görün, dilə nə qədər meyillik var. Bütün gənclərimiz meyillənir, ingilis dilini öyrənirlər, rus dilini öyrənirlər, başqa dillərdə öyrənirlər. Baxın, hərdən görürsən ki, bizim təşəbbüslərimiz bəzən bizim əleyhimizə də olur. Biz deyirik ki, gənclərimizə ki, dil öyrənin, savadlı olun, intellektual olun. Ulu Öndər nə deyirdi? Mən istəyirəm bizim gənclərimiz çox dil bilsin. Ancaq birinci növbədə öz dilini bilmək lazımdır. Bax, bu əsas məsələlərdən biridir. İkinci, dilə necə söz gəlir?
vasitəli yolla, bir də vasitəsiz yolla. Vasitəli yol, bax, bayaq dedim ki, rus dili vasitəsilə bizim dilimizə keçir. Vasitəsiz yenə dedim ki, bax, birbaşa pəncərələr açılıb, qapılar taybata açılıb, xarici dövlətlərə bizim birbaşa əlaqələrimiz var və bunlardan da biz birbaşa sözlər götürürük. Sözü o demək deyil, bax, indi süni intellektdən danışırıq, nə biz yenə o demək deyil ki, biz getdik, hardansa axtardıq, götürdük, sözü gətirdik, yox. Bilirsiniz, 20-ci əsrdə Azərbaycan dilinin bütün üslubları ən yüksək formada inkişaf edib. Ən yüksək. Hətta məişət dilimiz belə. Dilə söz gələndə bədii ədəbiyyatdan çox az gəlir. Bilirsiniz, bədii ədəbiyyatda yaradıcılıq təfəkkürüdür, şeir yazır, hekayə yazır, roman yazır. Buradan dilə nə söz gələcək? Ancaq burada söhbət gedir tərcümə ədəbiyyatı olanda, bəli, tərcümə ədəbiyyatına ola bilər ki, tutaq ki, Markezi tərcümə edirik, Folklori tərcümə edirik, kimsə tərcümə edirik, bizə söz gələ bilər. Yəni, bu ləng gələn bir prosesdir. Məsələn, rəsmi üslub. Rəsmi üslubda bizə nə söz gələcək? Kalk olmuş hazır etiketlərdir, hətta bilmirəm, baxmısınız, şablon, bəli. Bunlar gəlmişkən bunları dəyişmək olar. Əlbəttə olmalıdır. Əlbəttə olmalıdır. Bəs niyə gecikir, niyə dəyişir? Bizim səlahiyyətimizdə deyil o. Məsələn, bu artıq nə qədər deyirik, edirik, xeyri yoxdur da, mətbuatda çıxış edirik, danışırıq. Baxın, sizin televizor çox geniş yayılmış bir kanalınızdır. Dilə ən çox söz hardan axın gəlir? Publisistik üslubdan. Elmi üslubda az-az olur. Tutaq ki, humanitar sahə, dil, ədəbiyyat, məsələn, bu sahələr çox az hallar, nadir hallarda sözlər gəlir, bu müəyyən bir nəzəriyyələr ortaya çıxanda və s. Ancaq dilə elmi üslubdan düzdür, həndəsə, riyaziyyat, ola bilər, onlarda bir çeviklik var. Ancaq dilə ən çox söz publisistik üslubdan gəlir. Publisistik üslub cəmiyyətin barometridir. İstənilən cəmiyyətdə baş verən ictimai, siyasi hadisəyə dərhal cavab verir. Və necə cavab verir? Xaricdə baş verən bir hadisə, orada həmin sözü götürüb burada da işlədir. Görürsünüz, dildə hərc-mərci yaradan publisistik üslubdur. Bizim jurnalistlərimizdir. Yəni, dilin çevik qatıdır. Bunu dərindən bilməyəndə, bax, bu gətirib buna çıxardır. İndi cənab prezident çox sərrastcasına dedi ki, dünyada beynəlxalq leksikon da var. Bəli, bizdə bu qədər dediyim, bax, bu sözlər işlənir, publisistik üslubdan dilə keçir və s. keçir. Bunların qarşısını almaq lazımdır. Almaq lazımdır. Ancaq bir şərtlə var ki, cənab prezidentin dediyi kimi, beynəlxalq sözlərdən istifadə etmək olar. Nəyə görə? Çünki istənilən bir baş verən hadisə, istənilən bir, tutaq ki, elə bir konkret deyim, bir əşya cəmiyyətə daxil olunur, öz adı ilə daxil olur. Ona görə belə bir teorem işlədir ki, əşya dilə söz gətirir. Amma o əşyanın bizim dildə adı yoxdursa? Bax, mən onu deyirəm ki, onu görürəm ki, adı yoxdursa, əşya deyirəm bizim cəmiyyətimizə daxil olursa, biz həmin onu el adlandırmalıyıq. Biz ona mütləq gərək təzədən bir ad qoşaq, ad tapaq ki, yox, belə olmaz. Mütləq milli söz olmaz. Belə bir düşüncə də var. Olmaz. Xüsusi olaraq, yəni, hətta sosial şəbəkələrdə tutulmuş, real olaraq insanlar arasında müzakirələr var idi ki, bəzi sözlərin konkret olaraq məhz milliləşdirmək üçün belə cəhd edirdilər. Amma heç də xoş olmurdu. Bax, mən sizə deyim ki, görün necə sərrast, cənab prezident dilçi, yəni peşəkar dilçi deyil, ancaq danışığında görün necə sərrast ifadə işlətdik. Bəzi adamlara əslində bu mesaj oldu. Çünki bax, sizin dediyiniz kimi, mən adamlar tanıyıram ki, bax, belə qoymayın, dil əldən getdi, deputatda seçiliblər, cəmiyyətdə bir mövqedə tutublar və s. Ancaq heç kim demir ki, yaxşı, qardaş, mən istifadə eləmədim söz. Cəmiyyətə videokamera girdi. Sən bunu necə adlandıracaqsan? Və yaxud da ki, hər hansı bir cəmiyyətə bir məişət əşyası girdi. Nə adlandıracaqsan bunu? Bu hadisələr bugünkü deyil. Bu hadisələr 1932-ci ildə Türkiyədə olub. Özləşmə prosesi deyiblər buna. O 37-ci ildə Azərbaycanda olub. Buna purizm hərəkatı deyilib. Avtobusa deyirlər özü yeriyən. Telefona deyirlər özü danışan. Bilirsin, bu proses olub. Ancaq zaman göstərdi ki, tələşmək lazım deyil. Hər söz öz yerini tutur. Və xalq arasında bunu unutur. Həzm olma. Əgər o xalq bunu qəbul eləmirsə, sən 100 dəfə də gələn xalqa ki, ay xalq, sən bu sözü işlətmə. Birinci növbədə sözü öz dilimizdə axtarmaq lazımdır ki, ona uyğun söz. İkincisi, bizim dialektlər bizim üçün həmişə baza rolu oynayıb, bugün də oynayır. Baxın, görün, bugün bizim mesaj sözünün əvəzinə artıq cəmiyyətimizə bir ismarış sözü girir. Girirsiniz. Pillə yavaş-yavaş gəlir, ədəbilik keçir. Mesaj sözündənsə bunu zorla insanlar desin ki, ay millət, ay cəmaət, ay xalq, sən bu sözü, mesaj sözünü işlətmə, işlədəcək.
Ancaq sözü uğurlu bir söz tapanda ismarış sözü görürsən bizim artıq yavaş-yavaş biz onu qəbul edirik. Əgər dialektlərdə də yoxdursa, tapa bilmirsiniz uğurlu söz, başqa türk dilli xalqların dilindən istifadə edin. Kim çatı? Türkmən dilindən. Tutaq ki, bizə qardaş olan dillərdə türkmən dilidir, tutaq ki, türk dilidir. Başqa Oğuz qrupuna daxil, Qaqoz türkləri də var. Amma mən bir deyim burada Buyurun. haşiyə çıxar. Belə olanda insanlar daha çox digər türk dilli xalqlardan çox biz Türkiyə türkçəsinə yönəlirlər. Bugün dilimizdə Türkiyə türkçəsinin baskısı da çoxdur. Gənclər arasında, uşaqlar arasında, bayaq dediyiniz publisistikada. Yəni daha çox cümlələrə baxırsınız, sanki türk dilindən tərcümə olunmuş Azərbaycan versiyasını görürük. Bilirsiniz, uzun müddət onların bu sahədə təcrübələri var. Bəlkə də deyərdim, ifrat dərəcə tərcümələri var. Ancaq nə olar onlardan istifadə edək? Məsələn, bayaq deyim ki, 37-ci ildə Azərbaycandakı turizm hərəkatı başladı. Ötdü, keçdi bir hava idi də. Ancaq o dövrdən bu günə ödəniş, duruş, baxış, görün nə qədər sözlər qaldı. Ancaq bu forma, bu model bizim dilimizdə işlənməyə başladı. Bu aktuallaşdı. Sorular hələ mən demək istəmirəm ki, bizim tutaq ki, şairlərin, yazıçılarına Səməd Vurğunun, Xəlil Rızanın sayrışmaq, çimərlik, okkazional sözləri vətəndaşlıq hüququ qazandı, işləndi. Yəni bunlar çox ləng gedən bir prosesdir. Ancaq sizin dediyiniz, bax o Türkiyə türkçəsindən gələn sözləri, başqa indi özbək dilinə münasibətlərimiz üzərindən biz fikir veririk, özbək dilindən də bizim dilimizə sözlər gəlir. Onları da seçmək lazımdır. Amma mən bir məsələyə toxunmaq istəyirəm. Bu xarici sözlər o qədər çox oldu ki, son illərdə. Xüsusi olaraq plaza dili deyilən bir dil yarandı. Yəni böyük qurumlarda, şirkətlərdə sözün yarısı ingilis dilində təsəvvür edin, yarısı Azərbaycan dilində. Məsələn, biz deyirik ki, tapşırıq verilir, artıq deyirlər ki, task verilir ingilis dilində. Yəni cümlənin baxanda Olmaz. Azərbaycan dilində olub-olmamaq, tək Azərbaycan dilində deyil, dünyanın bir çox dilində plaza dili deyilən bir dil var. Buna müdaxilə eləmək, qarşısını almaq. Heç ehtiyac da yoxdur ona. Ehtiyac yoxdur. İnsanların səviyyəsi artanda, şuuru artanda özləri bunu istifadə etməyəcəklər. Məsələn, bilmirəm sizin televizyon nə qədər lazımdır, adi bir şeydir. Gənclərin arasında diqqətlə baxın, şuuru artdıqca o sözü istifadə eləmir. Deyir, bir-birinə soruşur, necəsən deyir, bomba. İndi baxın görün istifadə olunur. Çox az miqdarda. Əvvəlcə söz gəldi, bir hava kimi gəldi. İnsanların şuuru artır, mədəniləşir, görür ki, bu nə pis sözdür bu. Yəni bu əslində bir varvarizmdir, belə deyək. Sözün də bir dəb olan vaxtı olur. Bəli, ancaq bu dildən özü insanın şuuru, maarifləndirmə apardıqca, şuuru artdıqca, biraz ziyalılığı artınca, ziyalı o demək deyil ki, getsin ali məktəb oxusun. Bizim elə qoca ağsaqqallarımız var ki, heç ali məktəb tutarmıyor. Ancaq görürsün nə qədər alqışlar bilir, misallar bilir, məsələlər və insanlara necə təsir edirlər. Onların rəftarı da, danışığı da insanlara. Yəni ziyalılıq ali məktəblə ölçülmür ki, mədəniyyətlə ölçülür. Bu da bir mədəniyyət konseptidir. Demək, dildə iki cür söz var. Əvvəla dildə gələn alınma sözlər. Məsələn belə qoyaq. Yerindən duran deyir ki, alınma sözlər düz deyildən belədir. Alınma sözlər o sözlər ki, dilə ehtiyacdan gəlir və dilimizdə bundan istifadə olunur. Özümüz də xəbərimiz olmadan o söz bizim dilimizdə oturur. Bizə lazımdır o söz, vacibdir o söz. Yəqin sosial şəbəkələri izləyirsiniz. İpəzor sözü bizə düşdü və yaxud masagir sözü, ofisial sözünün yerinə. Alınmadı ki. Demək, onu zorla tətbiq. İndi baxın ikinci tərəf. Hansı sözlər dilə daxil olmalıdır? Hansı sözlər yox? İndi baxın izahını verim sizə ki, bax bu media işçilərimiz də bunu bilsinlər. Alınma sözlər dedik. Bunlar bizim dilimizə ehtiyacdan gələn sözdür. Bunlar o sözlərdir ki, bizim dilimizdə həmin o sözün, o mənanın, o anlayışın nomenklatur ifadəsi yoxdur. Biz onu məcburuq ki, o formada işlədək. Ancaq dilə gələn ziyan vuran sözlərsə, başqadır sözlər. O sözlərin bizim dilimizdə nomenklatur ifadəsi var. O məfhumun da, anlayışın da, o ifadənin də, yəni əşyanın da dilimizdə adı var. Biz təzədən onu götürüb gətirib əcnəbi sözü gətirib bura işlədəndə, görürsünüz, ikinci bir söz işlətdim, əcnəbi. Əcnəbi sözlər dildə yadlığın həmişə hiss elətdirirlər. Alınma sözlər yox. Alınma sözlə əcnəbi sözlər səhv salırlar. Nadir müəllim, biraz da bu fevralda keçiriləcək, fevralda baş tutmalıdır, 2026-cı ildə birinci Türkoloji Qurultayın 100 illiyi ilə əlaqədar hazırlıq işləri necə gedir? Bu bizim biraz ağrılı yerimizdir. Nəyə görə? Çünki düz 1926-cı il fevral ayının əslində 26-cı ilə 25-də başlayıb o iclas. Bu Azərbaycan üçün çox, Bakı üçün xüsusilə böyük bir hadisədir deyimsə ki, bir bu qədər türk dilli xalqların içərisində Azərbaycanda Bakıda keçirilməli. Əvvəla
müəyyən dövrlə bağlı idi. Həmin ərəfədə Daşkənddə də, Səmərqənddə də keçirilə bilərdi. Tutaq ki, inkişaf eləmiş türk dilli xalqların məskəni başqa ölkələrdə də elə bilərdi. İstərsə məsələn, niyə bəs Bakıda? Bəli, Bakıda keçirilmənin əvvəla Bakı ictimai siyasi cəhətdən çox stabil bir şəhər idi. Orta Asiyada basmaçıların üsyanı vardı, qeyri-sabitlik vardı, hələ yetişmə formalaşmamışdı. Ancaq düz nəzərə alınmışdı. Yəni, mən bunu da kənara qoyuram. Ümumiyyətlə, bu qurultay Azərbaycanda keçirilməli deyildi. Atatürk'ün tapşırığıyla 1924-cü ildə Türkiyədə İstanbul Universitetinin nəzdində bir Türkiyyat İnstitutu yaradılmışdı. İstanbul Universitetinin ona da Köprüzadə rəhbər qoymuşdu. Ona da bu iş tapşırılmışdı ki, tezliklə Türk xalqlarının beynəlxalq konfransı keçirilsin. Elə bilmədi. Elə bilmədi, təsəvvür edin ki, 24-2 ildən sonra bu böyük bir qurultay, Türk xalqlarının qurultayı Bakıda, Azərbaycanda keçirildi. Çağırılmaqda bir məqsəd vardı ki, əlifbanı dəyişdirmək. Bütün Türk xalqlarının da əlifbanı dəyişdirmək. Bu qəribə bir şeydir. Heç ola bilərmi ki, gəlin belə səmimi danışaq da, Sovet dövləti, nəhəng bir dövlət, belə bir həvəslə icazə verdi ki, bəli, gəlin Türkoloji, ay Türk xalqları, gəlin birləşin. Fikirlərə girən oldu. Necə oldu ki, Sovet buna icazə verdi? Baxın, bunun məqsəd o idi ki, bu əvvəla fikirləşirdi. Görürsəm, bu Türk xalqları nə istəyirlər? Gəlin bunları yoxlayaq. Bunu əslində yəni o səbəb edirlər ki, baxaq görək bunlar nə istəyirlər. Əvvəl bunların fikirlərini öyrənək. Əslində bu əsas məqsəd bu idi, bir də ki, əlifbalarını dəyişək. Niyə? Çünki Türkiyə ilə yavaş-yavaş sıxlaşırdı. Türk dilli xalqlar həmişə əlaqəsi olub. Türkiyənin əlifbası da bizdə də həmin əlifba ərəb əlifbası idi. Cəlil Mətquzadə tutaq ki, Molla Nəsrəddin jurnalını burada buraxırdı. Hindistanda, Kəlkütdə də onu oxuyurdular. Malayziyada oxuyurdular. Dünyanın hər Kazanda oxuyurdular. Türk xalqları bir-birini çox rahat başa düşürlər, oxuyurdular. Nəyə görə? Çünki bilirsiniz, ərəb əlifbasının nə qədər pisləsələr də müəyyən üstünlükləri var. Məqsəd türk dilli ölkələri Türkiyədən ayırmaq. Bir məqsəd var. Onun üçün də əlifbanı dəyişmək. Türkiyədə də əski əlifbadan ərəb əlifbasından istifadə olunurdu. Bizdə də biz heç vaxt ərəb əlifbasından istifadə etməmişik. Mən anlaşdığım qədər bizim oxuduğumuz ərəb əlifbası əsasında əski əlifbadan istifadə etmişik. Ərəb dilində 128 hərf var. Biz onlardan necə istifadə edirik? Bizim isə cəmi 32 hərf var. Bizi qane edirik. Və indiyə qədər Azərbaycan dilçiliyində nə qədər Türkoloji qurultay ilə bağlı nə qədər yazılar yazılıbsa, hamısı 2006-cı ildə Kamil Vəli Nərimanoğlu'nun Əriədər müəllimə bir yerdə Türkoloji qurultayın stenoqramasını tərcümə edib və 2006-cı ildə çap olundu. Hamısı oradan istifadə olundu. Orada müzakirələr də oradan gedir. O stenoqrama yine kim harda idi? Yox, stenoqrama vardı, Rusçası vardı, bizim kitabxanalarda vardı, arxivdə vardı. Sadəcə tərcümə olmamışdı. Yenə deyirəm, lap tərcümə olunmuşsa, Rusçasında yenə ondan istifadə olunurdu. Heç kim gedib bunun dərinliyini araşdırmamışdı ki, görürsən bunun məqsəd nə olub? Bu məxfi sənədlər harda itib batıb? 6-cı şöbə vardı Mərkəzi Komitədə. 6-cı şöbə məxfi sənədlər göndərirdi bütün xüsusi dövlət orqanlarına və aşağısında da yazılırdı. Materialı oxuyandan sonra dərhal yandırılsın. Elə də olub. Hamısı yandırılır. Birində harda qalıb bu məxfi sənəd? 6-cı şöbənin özündə. O göndərəndə dublikat var axı, onu göndərir, özündə də saxlayıb nəyə göndərir. 6-cı şöbəsinin məxfi sənədlər qovluğunda hamısı qalıb. Biz onu tapdıq siyasi arxivdən. Siyasi arxivin müdürü Elmir xanımda buradan təşəkkürümü bildirmək istəyirəm. O bizə bütün şəraiti yaratdı ki, biz o məxfi sənəddən şəxsən söhbət məndən gedir. Mən o məxfi sənədlərlə bir ildən çoxdur məşğulam. Orada ona bütün yox, eləyəcəm, kitab hazırlayıram. Yaxın mən verəcəm ictimaiyyətə ki, indiyə qədər tutaq ki, onlar ancaq stenoqram materiallarını öyrəniblər. Bu artıq o dövr üçün məxfi idi. Sovet dövrü üçün məxfi. İndi o məxfi deyil axı. O tarix institutunun artıq malıdır. Tədqiqat obyektidir. Türkiyə çevik tərpəndi. 1928-ci ildə əlifbasını dəyişdi. Heç kim gözləmirdi ki, SSR gözləmirdi ki, bu əlifbanı dəyişər. Onlar Atatürk'ün nə qədər idi, səsini çıxartmır, dəyişdi. Hətta Bakı 1926-cı ildə Türk nümayəndələri gələndə Köprüzadə gəlmişdi, tutaq ki, bizim Əli bəy Hüseynzadə gəlmişdi, başqa nümayəndələr gəlmişdi. Onlardan da soruşurlar ki, əlifbanı dəyişək, dedilər yox. Layal, ümumiyyətlə yaxın qoymadılar. Bu məsələdə əlifbanı dəyişməyə razı olmadılar. Özbəklər də razı olmadılar. Ancaq sonra onları razı saldı Xalis Səid Xocayev. Tatarlar bunun əleyhinə çıxdı. Qazaxlar, Qıpçaqlar ümumiyyətlə bunun əleyhinə çıxdı. Biz əlifbanı dəyişmirik. Birdən-birə Türkiyə heç kim gözləmədiyi halda əlifbasını dəyişdi 1928-ci ildə və SSR gözləmədiyi bir təpkinlə razılaşdı. Artıq qərar verilmişdi 1929-cu ildən Latın qrafika əlifba bütün türk dilli xalqlar keçdilər, o cümlədən biz keçdik. Gördülər ki, yox. Ondan sonra biz kirli. Bəli, biz 1929-cu il, 39-cu ilə bu əlifba davam elədi. 10 il cəmi.
Dünənə kimi bu əlifbanı təbliğ edən SSR keçdi əks təbliğata ki, bizim dilimizin artikulyasiyası bu səsləri ifadə edə bilmir, bu əlifba bizim üçün yaratmazdı və s. və s. və s. Bizim içimizdə sapı özümüzdə olan baltalar başladılar Moskvaya güya məktublar yazmağa ki, biz böyük Rus xalqının əlifbasına, kiril əlifbasına keçmək istəyirik. Sovetin sonraki dövründə, o edam maşınının artığı işlək dövründə o həmin o qəhrəmanların, təşəbbüskarların aqibəti necə oldu? Çox pis Çox oldu. incitdilər Bizim məsələn. bir hörmətli tədqiqatçımız vardı. Allah ona qəni-qəni rəhmət eləsin. O Milli Təhlükəsizlikdə bizim ədəbiyyatçı idi, Cəlal Qasımov. Bu barədə ayrıca bir kitab, Şahidlər və Şəhidlər adlı bir kitabda buraxıb. Bilirsiniz, heç birinə bunların hamısı öldürülüb. Bərbaşdan deyim. Hamısı öldürülüb. Bircə Türkiyədə Almaniyadan gələn qonaqlar ki gəlmişlər, Macarıstandan gəlmişlər, nə bilim. Bircə onları deyə bilməz, çünki SSR-in onlara gücü çatmaz olxa. Burada olanlar hamısı güllənənib öldürüb. Ancaq heç birinə ad qoyulmayıb ki, bunlar Türkoloji qurultayda iştirak eləməyiblər. Heç birinə eləyiblər, heç birinə ad qoyulmuyor. Hərəsinin müxtəlif bəhanələri. Məsələn, Xalid Səid Xocayevi niyə öldürüblər? O boyda divanı hazırlamışlar. Dünyada ilk bu divandır. Adını qoymuşlar ki, güya ingilislərə casusluq eləyir, Türkiyəyə casusluq eləyir, bir də divan lüğəti türk əsərini çap eləyir. Zivvel Simuyagin niyə sürgünə göndəriblər? Vəli Xulufun niyə sürgünə göndərib? Bunlar hamısı burada iştirak ediblər. Zivvel Simuyagin milliyyətcə estondur. Azərbaycanda ilk pedaqoji institutunun əsasını qoyanlardan biridir. Gəlib Azərbaycanda kadrlar yetişdirmə. Çox ağıllı, dərrakəli bir adam olub. Hətta bu yaxınları kimi nəsli Azərbaycanda yaşayıb. Bu yaxında yaşayıb. Məsələn, onun yazışmaları var. Məxfi sənədlərin içərisində bizim Əlidər Qarayevlə tutaq ki, bunun yazışmalarını görürük biz. Məxfi sənədlər. Əli yazmaları, məktublar hamısı var, çap edəcəm, görəcəksiniz. Bunlar hamısı bunların ancaq heç birinə deməyiblər ki, sən qurultayda iştirak eləmirsən, səni öldürür. Hərəsinin bolşevik müxtəlif bəhanə, adın deyə bilməzlər, adını qoya bilməz. Ancaq bunların fikirlərini öyrəndilər, bildilər. Qırğızları orada güllələdilər, özbəkləri burada, Qazaxlar birini də sağ qoymadı. Hamısı müxtəlif bəhanələrlə hamısını məhv elədilər, öldürdülər. Qurultay qabağı tədbirlər başlayıb və birinci dəfə Türk Dil Qurumunun başqanı Osman Mərd Bakıya gəlmişdi. Bizim hörmətli akademik Nizami Cəfərov, Adil Babayev və mən burada Çıxışehir Elmlər Akademiyasının həmin o zalında ki, orada birinci Türkoloji qurultay keçirilmişdi. Hətta mən onun təsvirini də yaratdım ki, birinci Türkoloji qurultay keçəndə indiki İçəri şəhər metrosu var. Azneft meydanından düz Sabir bağına kimi insanlar axın-axın gəlirdilər. Əllərində şar, əllərində plakat, Bakı, neft qoxulu Bakı insan hisslərini oynayırdı. Hamısı arzulayırdı ki, məsələn, birisi də İsmailiyyənin binasında keçirilib bu Türkoloji qurultay. Hamının fikri oradaydı. Bilirdilər ki, həmin gün böyük bir hadisə olacaq. Həmin gün bunların gələcəyi də, uşaqların gələcəyi burada həll olunur. İnsanlar oraya yığılmışdı. Hamısı böyük bir həvəslə, həsrətlə gözləyirlər ki, necə olacaq bu? Birinci Türkoloji qurultay burada birinci keçirildi. Ancaq qərar alındı ki, İkinci Türkoloji qurultay Səmərqənddə keçirilsin. Niyə başladı? Bu repressiyalar başlandı, sonra hadisələr dəyişdi. Bu Səmərqənd sonra paytaxt olmadı. İndi mən çox arzulayıram ki, birinci Türkolojinin tutaq ki, yubileyində, 100 illik yubileyində Azərbaycana bir də bu qədər adamları necə yığmaq olar? Birisi böyük bir, cənab prezidentin yəqin ki, birisi sərəncam da verib, onun keçirilməsinə bağlı böyük bir heyət gələcək. Bir də bu adamları biz necə yığa bilərik? Allah eləsin ki, elə ikinci qurultayda Bakıda keçirilsin. Bir bu qədər adamlar toplaşacaq gələcək bura. Elə ikinci qurultayda Azərbaycanda olsa, bu bizim üçün fəxr olar. Çox böyük bir hadisə olar. 100 il keçib Türkoloji qurultaydında, az qalıb da 5 aydan sonra, 4 aydan sonra 100 illi tamam olacaq. Bir dənə məsələ həll olmayıb. Bir dənə məsələ həll olmayıb. Heç bir məsələ yoxdur. Ortada bir dənə əlifba məsələsidir. O da 29-cu ildən 39-cu ilə kimi o da sıradan çıxdı. İndi orta Türkçə alınmayacaq. Bu məlum məsələdir. Ünsiyyət dili kimi ola bilər ki, istifadə eləsinlər. O ünsiyyət dili kimi də çox asan bir cavabı var onun. Hansı Türk Dili Respublikanın iqtisadi cəhətdən güclüdür, qüvvətlidir, yəni dil baxımından da o olacaq. Ünsiyyət, ortaq ünsiyyət verir. Şübhəsiz ki, Türkiyə Türkçəsinin serialları evimizin içində, bütün Orta Asiya onlara baxır. Bu böyük bir ideologiyadır, böyük bir siyasətdir. Təşəkkür edirik Nadir müəllim. Çox gözəl məlumatlar verdiniz. Bəziləri hətta burada ilk dəfə eşidildi. İnşallah o kitabları da çap edərsiniz, tanış olarıq. Amma ən əsası da ictimaiyyət onları mütləq görməlidir. Sağ olun. Çox sağ olun.